Xırdalanda məktəb direktoru oğluna, bəli, oğluna möhtəşəm bir toy edibdi. Demək, Xırdalan şəhər bir saylı orta məktəbin direktoru Arifə Balakişiyeva belə dəbdəbəli restoranların birində oğluna möhtəşəm, belə deyim, dəbdəbəli bir toy edib və şəkillər qoyublar ki, toyda kimlər iştirak edib də. Yəni onlar çox baha qiymətə toya gedirlər. Bunu da yazıb bu materialı, yəni ictimailəşdirən tribuna.az-dır. Demək, toyda xalq artisti Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərdən iştirak edənlər olub. Bunların da toy qiymətləri var da, həmişə ictimailəşdirirlər ki, Aygün Kazımova neçəyə gedir toya, Röya Ayxan neçəyə və yaxud digərləri falan. Demək, bu Şadlıq Sarayında bir adam 200 manat ödəməlidir. Yəni yer pulu. Yəni indi 200 yox, gəlib 500-də bir nəfər pul mütləq də konvertə, paketə qoymalıdır, atmalıdır ora. Demək, xalq artisti Aygün Kazımova, Röya Ayxan kimi sənətçilər yarım saatı toy məclisində iştirak etmək üçün 15.000 manat, Murad Arif isə 10.000 manat civarındadır gəliblər. Yəni bizim məktəbin direktoru onların Aygün Kazımovana, Röya Ayxana 15.000, hər birisinə ayrı-ayrılıqda, Murad Arifə isə 10.000 manat verib. Ümumiyyətlə, deyir, Arifə Balakişiyevanın adı mediada məktəbini döyməkdə Abşeron Xızır Regional Təhsil İdarəsi müdiri İlhamı Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kazımova ilə birlikdə Siciliya adalarında istirahətə getmişdi, hallanmışdı. Düzdür, mən də bu fotoları görmüşdüm. Məktəbin direktoru. Təsəvvürünüzə gətirin ki, 8 martda nələr baş verir. Nə bilim, oktyabr ayında müəllimlər günüdür də, nələr baş verir. Dava qırğın gedir, ona səs atır, bu buna səs atır. Pul. Demək olar ki, mən hər dəfə deyirəm, məktəb biznes olub da, biznes üzərində. İndi biznes yalan olub, məktəb olub biznes. Siz o səsləri eşidirsiniz də, məcburi pullar yığılmaq, hansı yollarla, hansı bahanələrlə. Bəlkə də qadının biznesi olub əvvəldən, mən bilmirəm. Əgər biznesi olubsa, əgər nəyisə istehsal edibsə, həyat yoldaşı ya oğlu, haqqı və halalıdır ki, gətirsin, ürəyi istəyir, Aygün Kazımova belə 100.000 verir. Çox qəribədir ki, məsələn, hansısa problemlə bağlı o məktəbin direktoruna zəng vursam, üzr istəyirəm ifadəmə görə, o yaylığı götürəcək əlinə, damcılar belə gözündən töküləcək. Amma çox qəribədir ki, onlar pulları hara xərcləyirlər, haralara xərcləyirlər. Sonda deyirəm, Allah xoşbəxt eləsin oğlunu. Nə deyək? Biz olsa deyirik, dediyimizdə elə belə havada qalır.